izləyicilər daha çox şərh bölməsində qeyd edirlər icra hakimiyyətlərinin fəaliyyətinə bağlı. Ya fəaliyyəti, ya fəaliyyətsizliyi ilə bağlı məsələlər. Elə ona görə də təklif edirəm məhz bu mövzudan başlayaq müzakirəmizə. Ümumiyyətlə, son illər çox dəyişikliklər baş verdi. Demək olar ki, bir çox icra başçıları dəyişildi, keçmiş bəziləri icraatına cəlb olundu. Lakin baxırsan ki, problemlərin klasifikasiyası elə o formada da qalıbdır. Ümumiyyətlə, keyfiyyət dəyişikliyi üçün nələr dəyişmək lazımdır? Əslində uzun illərdir ki, bu məsələ zaman-zaman gündəmə gəlir, müzakirə mövzusu olur, amma təəssüf ki, hələ əməli addımlara səviyyəsinə, mərhələsinə daha doğrusu gəlib çatmamışıq. İndi belə bir şans var açığı, çünki bəzi belə də kulis söhbətlərinə görə konstitusiya dəyişiklikləri ilə bağlı hansısa işlər gedir. Çünki icra hakimiyyətləri ilə bağlı hansısa dəyişikliklər konstitusiyasız mümkün deyil. Çünki konstitusiyada icra hakimiyyətlərinin adı keçir və onların funksiyaları təsbit olunur. Onların funksiyaları ilə bağlı hansısa bir dəyişikliklər edilməsi üçün mütləq konstitusiya dəyişikliklərinə, yəni referenduma getmək lazımdır. Mənim düşüncəmə görə illərdir bu haqda da publik çıxışlarımızda biz deyildik ki, Azərbaycan kimi kiçik ölkə üçün bu qədər inzibati ərazi vahidinə ehtiyac yoxdur. Yəni bu qədər rayona ehtiyac yoxdur. Hər rayonun da öz idarəetmə kadrosuna, necə deyərlər, ehtiyac yoxdur. Hər rayonun öz icra başçısı, prokuroru, polis rəisi, nə bilim, məhkəmə rəisi və s. və s. Yəni çoxdur, həddindən artıq belə bir məmur kastası yaranır. Prezidentin çox gözəl bir fərmanı olmuşdu bir neçə il bundan qabaq. Biz işğaldan torpaqlarımızı azad edəndən sonra 14 iqtisadi rayon yaradıldı. Şərqi Zəngəzur və Qarabağ da daxil, Naxçıvan da daxil. Bu faktiki olaraq yəni bizim də düşündüyümüz ölkənin inzibati ərazi vahidinin bir konturlarıdır. Yəni ən yaxşı olardı ki, əgər referendum olacaqsa, ilk növbədə müzakirə olunan məsələlərdən biri ölkənin inzibati ərazi vahidini bu iqtisadi rayonlar əsasında formalaşdırmaq. Yəni ölkədə olur 14 iqtisadi rayon, onlar çevrilir olur inzibati ərazi vahidi və prezidentin şəxsi nümayəndəliyi institutu, hansı ki özünü doğruldur, məsələn, Qarabağda və Şərqi Zəngəzurda, bütün ölkəyə yayılır o praktika və 14 inzibati ərazi vahidində prezidentin şəxsi nümayəndəliyi institutu yaradılır və prezidentin şəxsi nümayəndəliyi institutu dövlət adına həmin bölgələrdə fəaliyyətin həyata keçirilməsinə həm məsuliyyət, həm də səlahiyyət sahibi olur. İcra başçıları institusional olaraq tamamilə ləğv edilir. Çünki siz də girişdə çox doğru vurguladınız ki, səhv eləmirəmsə 8 icra başçısı həbs olunmuşdu, onlarla icra başçısının yeri dəyişdirilib, işdən çıxarılıb, amma problem yerindəcə qalır. Deməli, burada problem şəxslərdə deyil, institutun özündədir. Faktiki olaraq Sovetlər dağılandan sonra birinci katib adı dəyişdirildi, icra başçısı oldu və salam. Yəni, institut yerindəcə qaldı. Bax, o institutun ləğvi və seçkili institutlara keçid, yəni bələdiyyə institutlarının gücləndirilməsi, yerli özünü idarəetmə institutlarının gücləndirilməsi, mer seçkiləri, böyük şəhər bələdiyyələrinin yaradılması, hansı ki Azərbaycan hətta Avropa Şurasına daxil olarkən belə bir öhdəlik də götürmüşdü, 2002-ci il idi, səhv eləmirəmsə. Bax, bütün bunlar idarəetmənin fəlsəfəsinin dəyişməsinə səbəb olacaq. Çünki biz də regionlara çox tez-tez səfərlər edirik. İnsanlar icra hakimiyyəti institutundan gözləntilərini ala bilmir, gözlədiyini ala bilmir. Bunun da səbəbi çox sadədir əslində. Çünki bunlar seçilmişlərlə əvəz olunsa, təyin olunmuşların yerinə seçilmişlər olsa, onların məsuliyyəti avtomatik olaraq artır. Avtomatik olaraq artır. Çünki bu gələn dəfə yenə seçilmək istəyir. Ona görə də bu seçilmişlər institutunun məsuliyyətini artıraraq, səlahiyyətini artıraraq, bələdiyyələrin yerli özünü idarəetmə institutunun səlahiyyətlərini artıraraq insanların gözləntilərinə cavab verən, onlardan gələn impulslara adekvat münasibət göstərən institutun yaradılmasına ehtiyac var. Bu, həm də ona görə vacibdir ki, əslində indiki qanunvericilikdə də var, bələdiyyələrin kifayət qədər səlahiyyətləri var. Amma onların səlahiyyətləri digər icra strukturları tərəfindən məhdudlaşdırılır. Məsələn, icra hakimiyyətinin kəndlərdə, qəsəbələrdə nümayəndəlikləri var. Onların da səlahiyyəti çoxdur, bələdiyyənin də səlahiyyəti çoxdur. Konstitusiyaya görə, qanunlara görə bələdiyyənin səlahiyyəti çox olmalıdır. Amma faktiki olaraq icra hakimiyyətinin nümayəndəlikləri seçilmişlərdən daha üstün mövqeyə malikdirlər ki, bu doğru deyil. Və nəticə etibarilə bu ona gətirir, çıxardır ki, təyin olunmuş, təyin edənin qarşısında məsuliyyət daşıyır. Amma seçdikləri seçicilərin qarşısında məsuliyyət daşımalı olacaq və buna məcbur qalacaq ən azından.
Ona görə də inzibati ərazi vahidi bölgüsü dəyişdirilməlidir. Birinci olaraq icra hakimiyyəti institusional olaraq ləğv edilməlidir. Prezidentin şəxsi nümayəndəlikləri dövlət adına çox yüksək səlahiyyətlər verilməlidir 14 bölgədə, inzibati ərazi vahidində. Onlar dövlət adına kifayət qədər ciddi səlahiyyət və məsuliyyət sahibi olmalıdırlar. Amma yerli problemlərin həlli yerli özünü idarə etməyə keçməlidir. Bu, mərkəzi hökumətin də yükünü azaldacaq. Yəni, məsələn, biz bugün görürük də regionlardan şikayət olanda mərkəzi hökumətə, ya Nazirlər Kabinetinə, ya Prezident Administrasiyasına adi yolla bağlı, kənd yolu ilə bağlı onlara şikayət yazılır. Və yaxud da kəndin su problemi ilə bağlı şikayət yazırlar. Bu doğru deyil əslində. Bu mərkəzi hökuməti daha çox yüklənir. Yəni, bunun yerli orqanlar bunu həll edə bilərsə, mərkəzi hökumətin başqa həll etməli problemi var da, necə deyərlər. Yəni, hansısa A kəndindən B kəndinə çəkilən yolu niyə Nazirlər Kabineti həll etməlidir? Bələdiyyələrin səlahiyyəti artdıqca məsuliyyəti də artacaq və büdcəsi də artacaq. Və xatırladım ki, Azərbaycanın bütün bələdiyyələrinin ümumi büdcəsi keçən il 51 milyon manat idi. Cəmi. Bütün bələdiyyələrinin. Bir tək Rizə şəhərinin Türkiyənin ən balaca şəhərli, kiçik şəhərlərindən, böyük şəhərlərindən biri də 80 milyon dollar. Təsəvvür edin fərqə. Yəni, bu nədir? Yəni, bələdiyyənin pulu olmalıdır ki, iş görsün. İnsanlar da bələdiyyəyə hətta bələdiyyədə qanunda nəzərdə tutulmuş vergisini vermək istəmirlər. Mən burada insanları qınamıram, çünki geri dönüşünü görmürlər də. Vergini niyə verirsən? Ona görə verirsən ki, onun geri dönüşünü görəsən. Məsələn, vergi verirəm, yolum düzəlir. Vergi verirəm, zibilimi təmizləyirlər vaxtında. Bunlar yoxdursa, insanlar da bələdiyyə vergisini vermək istəmirlər. Onlara səlahiyyət və məsuliyyət verməklə və maliyyə vəziyyətlərini yaxşılaşdırmaqla onları işlək mexanizm halına gətirmək lazımdır və bələdiyyələrin müəssisə açmaq, xarici investor dəvət eləmək və s. səlahiyyətləri olmalıdır. Necə ki, məsələn, İstanbul Bələdiyyəsi son 10 ili baxsaq, 18 milyard dollara yaxın xarici investisiya cəlb edir. Bir tək İstanbul Bələdiyyəsi. Hələ bunun başqa tərəflərini qoyaq bir qırağa. Yəni, sözümün canı odur ki, idarəetmə ilə bağlı, idarəetmənin fəlsəfəsi ilə bağlı problemlərin həlli üçün mütləq konstitusiya islahatları lazımdır və mən düşünürəm ki, hökumətin də bu yöndə fikirləri var. Çünki bilirsiniz, müəyyən məsələləri sınaqdan keçirmək lazım idi də. Bu Prezidentin şəxsi nümayəndəlik institutu o sınağın bir mərhələsi idi və o sınaqdan da uğurla keçdilər. Mən özüm dəfələrlə səfər eləmişəm, həm Qarabağa, həm Şərqi Zəngəzura. Orada Prezidentin səlahiyyətli nümayəndəliyinin gördüyü işlər kifayət qədər ciddi nəzərə çarpar. Amma orada da sual vermişəm, hələ də o sualın cavabı almaq olmur. Məsələn, həmin rayonların icra başçıları da var, bugün də var. Və onların səlahiyyəti nədir? Onların məsuliyyəti nədir? Prezidentin şəxsi nümayəndəsi verdiyi qərarı hansısa rayonun icra hakimiyyəti dəyişə bilərmi? Və yaxud da hansısa rayonun icra hakimiyyətinin verdiyi qərarı Prezidentin şəxsi nümayəndəsi dəyişə bilərmi? Yəni, bu suallar həddindən artıq çoxdur. Bu suallar niyə yaranır? Bu suallar məhz məsuliyyət və səlahiyyət bölgüsünün dəqiqliyi üçün vacibdir. Çünki səlahiyyət kimdədirsə, məsuliyyət də onda olmalıdır. Amma yaxşı, onda Prezidentin şəxsi nümayəndəliyi institutu kifayət qədər effektiv və səlahiyyətlidirsə, onda icra hakimiyyətləri niyə qalmalıdır? Ağdamda, Füzulidə, Şuşada, Zəngilanda, Qubaqlıda, məsələn, bu rayonlarda niyə qalmalıdır? Onlar nə işlə məşğul olurlar o zaman? Yəni, bütün bu suallar açıqdır və bu sualların cavabı üçün də konstitusiyon islahatlar vacibdir və mən çox ümid edirəm ki, bu il bilirsiniz ki, həm də suverenlik və konstitusiya ilidir. İlin sonuna da bir neçə ay qalıb. Ola bilər ki, ilin sonuna qədər belə bir elan olsun. Biz buna çox sevinərik və dəstəkləyərik. Siyasi təşkilat olaraq da dəstəkləyərik ki, ölkədə bir doğrudan da islahatların, yəni konstitusiyon islahatların təməli qoyulsun və buna acil ehtiyac yaranır. Mən sizi inandırım ki, həm aqrar sahədə, həm iqtisadiyyatda, həm sosial sahədə olan problemlərin bir çoxunun həlli yolu idarəetmənin fəlsəfəsinin və strukturunun dəyişməsindən keçir.